Bu videoda kütləvi şəkildə qaymələrin ƏDV hissəsinin necə depozit hesabından ödənilməsini görəcəyik. İlk öncə qaymələri seçirik, daha sonra banka klikləyərək ödə düyməsini basırıq. Gördüyünüz kimi burada ƏDV ödənişləri yaradılır. Gördüyünüz kimi biz bankdan və ya depozit hesabından ödəyə bilərik. ƏDV-nin banka hesabı və ya depozit hesabı. Buradan biz depozit hesabından ödəyirik. Gördüyünüz kimi ƏDV hissəsi olmayan qaymələrin ƏDV hissəsi 0 göstərilir və onlar siyahıdan çıxarılır. ƏDV-ni yoxla deyərək irəliləyirik. Gördüyünüz kimi ödəniş tapşırıqları yaradılır. Burada qarlama yaradıb vururuq. Seçilmiş 10 qaymədən 7-si ƏDV hissəsi olduğundan onların 7-si yaradılır. Burada əsas ödənişə keç düyməsi gəlir. Əgər biz ƏDV-lərin əsas hissəsini bankdan ödəmək istəyiriksə, bu funksiyaya keçə bilərik. Baxın, gördüyünüz kimi depozit hesabda 7 dənə ƏDV ödənişi yaradılır. Bizə burada sadəcə qalan onları imzala və göndər icra etmək olur.